Salam dəyərli izləyicilər. Burada soruşur ki, Eradan əvvəl 3-cü əsrə aiddir. Atropatenanın Selevkilər dövlətinin işğal altında olması, bəli 223-cü il işğal altına düşür. Bunu götürə bilərik. Karfagenin Roma əyalətini çevirməsi 146-cı ilə aid olduğu ki, 2-ci əsrə aiddir. İnsanın vahid dövlətə bilməsi 3-cü əsrdə Aşokanın dövrünə düşür. Alın tayfaların hücumu 72-74 olduğu üçün götürmürük. Birinci, ikinci Respublika. Birinci Respublika Azərbaycan Xalq Cümhuriyyəti idi. İkinci də Azərbaycan SSR dövründə aiddir. Latin qrafikalı əlifbaya keçirilməsi 1929-cu ildə keçirilib. Deməli, Azərbaycan SSR dövründədir. Bunu götürmürük. Torpaqların kəndləri plus paylanması haqqında qanun qəbul edilməyib. Konstitusiyada yox idi. Demək, tədrisin Azərbaycan dilində istifadə olması, yəni 4 var idi, Azərbaycan dilində istifadə olması. Gürcüstanın Azərbaycana qarşı ərazi iddiaları var idi. Deməli, 4 ilə 5 uyğun cavab olacaq burada.